aparıcı əgər bizim üçün məsuliyyət daşımırsa efirdə və yerli yersiz xarici kəlmələrdən istifadə edirsə, bu artıq aparıcının böyük bir mənfi qüsuru hesab olunur. İstər dilçi olsun, istər ədəbiyyat şünas olsun, ədəbiyyatçı olsun, şair, yazıcı olsun, aparıcı olsun. Yəni istənilən şəxs bugün Azərbaycan dilində gedən prosesi izləyib öz münasibətini bildirə bilər. İctimai səsləndirməyə keçən insan bəzən deyir ki, mən bunu özüm üçün səsləndirirəm, bu hansısa bir qurumun adından deyil. Hətta bu məqamda belə həmin o insan, o jurnalist ictimai insandır deyə hamı onun danışığına diqqət verir. Mən tək-tək adlarını çəkmirəm.